başta narkotik alveri, organ ticareti, insan alveri, qaçaqmal, silah ticareti ve müasir silahlarla silahlanmış düşmən bütün bəşəriyyətin başına bəla olmaqla israrlıdır. Ancaq yaşamını Tanrı ədaləti üçün, yeryüzünün rifahı üçün həss edən Türk milləti bu müqəddəs savaşı qiyamətə qədər sürdürməli olsa da sonda qalib gələcəyinə inanır. Bu serial Tanrıya, Türk birliyinə, Turan'a inanan insanların zulümkarlarla savaşından bəhs edir. Əhməd müəllim. Axın Firuz ağa. Fikir eləmə qardaşım. Hər şey yaxşı olacaq. Sən danış görüm Rusiyadan nələr elədin. O şaman qız nə məsələdir? Sen düşündüğün gibi bir şey yok. Bu şamanız Turan təşkilatının adamıymış. Turan? Hə, Qızılbaş təşkilatından da güclü və gizli bir ümumtürk təşkilatı var. Mənim tək başıma Rusiyaya getməyim bunların diqqətini çəkib və ölməyimə izin vermir. Ne olursa olsun, Moskva məndən vaz keçə bilməz. Hər halda mən sizə lazımam. Mən Azərbaycana gedirəm. Dostlarımı öldürən o qərbi Turan necə bir təşkilat? Saşanı ortaya çıxarmaq, hətta Azərbaycana gətirib burada öldürməz. Niyə? Çünki onun haqqında çox dəhşətli bir şey öyrəndim və onu öz əllərimlə öldürməyi and içdim.